Salam dəyərli dostlar. Bugün sizə müasir media belə bir layihə də təqdim edəcək. Deməli, bu neçə mərtəbəli binadır? 19 mərtəbəli binadır. Harda salınır? Ağşəhərdə. Ağşəhərdə yeni salınacaq, hə? Hal-hazırda betonlama prosesindədir. 2027-nin inşallah ahırlarına yaxın sonlaşdırmağı planlaşdırılır. Yəni sakinlərə təhvil veriləcək. Bəli. Neçə mərtəbəli? 19 ilk 2 mərtəbəsi shopping sentri olaraq nəzərdə tutulub. Qalan 17 mərtəbəsi yaşayış üçün nəzərdə tutulub. İnşaat üçün nəzərdə tutulub. Yollar görürsünüz necə səliqəli, necə Ağşəhərdə yəni belə bir binaların da tikilməsi artıq icazə verilib. Yəni uzun 20 mərtəbə, 35 mərtəbə binalar da yəqin ki nəzərdə tutulub ki tikilsin. Sonra bu Tiflis prospektində tikilməyə nəzərdə tutulur. Aha. Soldakı bina 19 mərtəbəlidir, sağdakı isə 6 mərtəbəlidir. 6 mərtəbəli olan bina həm yaşayış üçün nəzərdə tutulub, həm də alış-veriş mərkəzi. Bəs bu? Bu yaşayış mərkəzidir. Tiflis prospektin ha tərəfində? Tam olaraq dəqiq məlumat deyə bilmərəm. Ümumi olaraq dəqiq məlumat bilmirəm. Təxmini bilmirsiniz, hə? Bəli. Amma gözəl bir maket layihə təqdim olunub var. Bəli, hamısı premium evlərdir. Hə, premium evlərdir. Bəli, hamısında ağıllı cihazlar quraşdırılıb. Məsələn, orada nümunə var, qapı açacağına. Məsələn, qapıların üzlə açılması, barmaq izi ilə açılması. Hə, barmaq izi ilə açılan qapı müasir dövrdə. Bəli. Bəli, müasir media müasir layihələri sizə təqdim edir. Hətta bu binanın qapıları barmaq izi ilə açılacaq. Yəni yeni texnologiya belə məsləhət görülüb. Yeni layihələr belə verilib. Uğurlar sizə.